Salam, hər vaxtınız xeyir olsun. Deyirlər ki, flankesi insult vurdu. İnsult şimşək deyil ki, birdən-birə insanı vursun. Hamınızı xoş gördüm. Əvvəlcədən videomu bəyəndiyiniz, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza təşəkkürümü bildirirəm. Çox zaman insultdan öncə mikroinsult əmələ gəlir. Bu, insanı əlil etmir, öldürmür. Lakin onun əlamətləri olur ki, bu əlamətləri ciddiyə alıb həkimə getmək lazımdır, müayinə olunmaq lazımdır. Siz bir neçə saatınızı ayırmaqla bu müayinələrə bütün həyatınızı xilas etmiş olursunuz. İnsult zamanı qan dayanır və beynin hər hansı bir sahəsində oksigensiz və qidasız bir sahə yaranır ki, və bu sahədə məhv olur. Onunla yanaşı bu sahənin nəzarət etdiyi hər şey məhv olur. Bəs nə üçün bu olur, baş verir? Nə üçün qan dayanır? Birinci variant, böyük həcmli xolesterin kirəzləri kiçik damarlarının mənfəzini tutur və burada qansızlaşma baş verir. Lakin xolesterin kirəzləri də tədricən inkişaf edir. Əvvəlcən kiçik damarların mənfəzini tutur və bu dövrdə əmələ gələn əlamətləri ciddiyə alıb həkimə müraciət etmək lazımdır. Bəs bu əlamətlər və simptomlar hansılardır? Birinci, görmə, səs və i hallüsinasiyaları. Görmə hallüsinasiyaları dedikdə tunel görməni xüsusi diqqət yetirmək lazımdır. Tunel görməsində insan önündəkini görür, yan tərəflərini görə bilmir. Əgər sizin görmə sahəniz bir neçə dəqiqə ərzində dəyişirsə, deməli beyində hal-hazırda hüceyrələr məhv olur. Ona görə də təcili surətdə həkimə müraciət etmək lazımdır. Bu, üzdə gülüş zamanı simmetriyanın pozulmasında da baş verə bilər. Normalda gülüş simmetrik olur, lakin patologiyada simmetriya pozulur, asimmetriya yaranır. Və yaxud da insan danışığında, nitqində pozğunluq. Bu zaman insan bir sözü başqası ilə əvəz edir və yaxud da sözlərin yerini dəyişir. Ümumiyyətlə, bu zaman insan öz fikrini aydın çatdıra bilmir. Belə halları insan özü və yaxud ətrafındakı insan görürsə, diqqət yetirirsə, mütləq həkimə müraciət olunmalıdır. Ümumiyyətlə, belə hallarda insanın hərəkəti sərxoş insanın hərəkətinə oxşayır. Bu videonun sizlər üçün əhəmiyyəti ondan ibarətdir ki, dediyim simptomlardan hər hansı birinin yaranması və tezlə itməsi sizi aldatmamalıdır. Çox insanlar belə fikirləşə bilər ki, bunlar boş şeydir. Ancaq siz biləcəksiniz ki, bu simptomlardan hər hansı biri kiçik ölçüdə yaranıbsa, deməli, geniş miqyaslı insult heç də uzaqda deyil. Ona görə də təcili həkimə müraciət etmək, bu əlamətlərin qarşısını almaq lazımdır. Hamınıza can sağlığı arzulayıram, özünüzdə müğayət olun.